Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve etevennəs salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimin mütelazimin ile yevmiddin. Allahümme enfa'ni muallemtene muallimne ma yenfa'ni ve zirni ilmə. Sonra şeyh növbəti hədisi gətirir, deyir ki, İbn Abbas radiyallahu anh'a rivayet olunan hədis deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında, yəni evində xalam cildə gecələdim. İbn Abbas radiyallahu anh'un xalası Meymunə radiyallahu anhədir. Peyğəmbər sallallahu aleyhi və səlləm zövcələrindən biridir. Meymunə radiyallahu anhə. Meymunə binti Haris. Meymunə binti Əl-Haris. Onun nədir? Qızıdır. Harisin qızıdır. Zavcin Nəbi s.ə.v. Peyğəmbər s.ə.v. nədir? Zövcələrindən. Və kənə Nəbi s.ə.v. indəhə fi leylətihə. Fəssallə Nəbi s.ə.v. İşə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, İşə namazını qıldı gecə vaxtı. Sonra deyir ki, mənzilinə getdi, otağa. Sonra 4 rükət namaz qıldı. Sonra yatdı. 4 rükət namaz qıldı, sonra yatdı. Sonra qalxdı və dedi ki, uşaq namazı qılmağa qalxdı və sonra dedi ki, o uşaq deyir, oyanıbdırmı, yoxsa yatırmı? Uşaq deyəndə qəsd etdiyi kimi idi, mən idim, deyir. İbn Abbas adı. Nəmə quləyyim, yəni quləyyim deyirlər, əslən kisildiymiş formasıdır. Və quləm oğlan, uşağı, onun sonunda quləyyim kiçizik deməkdir. İndi hamısını deyəcək. Thumma qamə, sonra deyir, durdu ayağa və qumtu an yəsər. Sonra o namaza başladı, mən də onun deyir, sol tərəfinə düşdüm, deyir. Başladım, mən də o sol tərəfinə qoşulub namaz qılmağa. Və cəalənə an yəmini və məni deyir, çevirərək sağ tərəfə çevirdi. Nəbi namaz qılırdı, gəldi İbn Abbas və balaca aşağı idi, sol tərəfinə və buradan çevirərək nə deyir, sağ tərəfinə keçirdi. Və sallə xamsə rəkaət və deyir, mənimlə 5 rükət namaz qıldı. 5 rükət namaz qıldı. Yalnızca keçən dərsdə deyim ki, 5 rükət gəlifdir, yəni 5 rükət, yəni o qaydası var sadəcə. 5 rükət mənimlə deyir, namaz qıldı. Sonra deyir, bir qədər keçdi, 2 rükət namaz qıldı və yatdı. Yatdı, hətta deyir, mən onun deyir, xorultusunu eşidirdim. Peyğəmbər s.ə.v. xorultusunu eşidirdim. Burada faydalar çoxdur, gələcəkdir. Av xatita, səmitu xatita, av xatita. Yəni, qayınla da gəldikdə, xayla da gəldikdə o məna verir, xoruldama. Xatiyata və xatiyata. İkisi də nədir? Səhihdir. Ərəbində ikisi də səhihdir. Və deyir, durdu, sonra getdi namaza. Hansı namazına? Sübh namazına. Məscidə doğru nədir? Sübh namazına getdi. Hədisdən çıxan faydalara deyir qayıtdıqda. Cəvazu beytutətil insəni fi beyti qayri. Buradan deyir, icazəlidir bir kişinin, bir insanın, başqa bir insanın, dostunun və s. yaxınının evində qalmasına icazəlidir. Qalması icazəlidir. Ləyəndə İbn Abbas rədiyən bətə fi beyti Nəbi s.ə.v. və əqarra alə zəlik. Və deyir ki, buradan deyir faydalardan İbn Abbas radiyallahu Peyğəmbər s.ə.v. evində qaldı və onu iqrar elədi ki, Peyğəmbər s.ə.v. evində qaldı və ona qalmağa daha icazəli idi. Niyə? Çünki o, bilirik, şəriətdə xala ana əvəzindədir. Şəriətdə xala ana əvəzini, ananı əvəz edici dərəcədədir. Xala. Bilirsə, əmi də nədir? Ata əvəzi kimi nədir? Gedir. Ona görə də nicah kəsiləndə ata olmadığı halda kimdən halallıq alınır? Əmidə. Bir vəli kimi əmi. Təbii ki, qardaşı olmayandan sonra nədir? Artıq əmiyə keçir. Cəvazu
بيتوتة الإنسان عند رجل وأهله لكن هذا لابد أن يكون بعد إذنهما فإذا بات الإنسان عند رجل وأهله من محارمه فلا خرج كما فعل İbn Abbas və qarah Nəbi sallallahu alə zəlik. Deyir ki, həmçinin faydalardan gətirir ki, insan bir nəfərin evində qalırsa və ya qalmaq istəyirsə, ondan mütləq icazə almalıdır. Tamam, məharimləri olsa orada problem yoxdur. Bibisi gildə və ya xalası gildə qalmaqda yəni problem yoxdur. Çünki onlar nədir? Məharimdir yəni. İcazəlidir orada qalmaq. Və həmçinin burada faydalardan çıxardır ki, bir insanın evinə getdikdə kimsə deyir ki, mən də getmək istəyirəm də, məsələn, ora. Həmən şəxs ev yəsindən icazə almalıdır. Ki, yanımda bir dənə dostum və yoldaşım və yaxud da ki, kimsə gəlir, sizə gəlmək istəyir. O da gəlsinmi? Faydalardan bu tünəli icazə almaq nədir? Mütləqdir. Sonra gətirir, ənnən Nəbi səsəm kənə idə sallə ərбə ərəkətən əxəzə bədir rahə. Və görsən ki, deyir, gecə namazda Peyğəmbər sallallahu aleyhi ve sellem 4 rükət qıldı və sonra istirahət elədi. 4 rükət qıldı, sonra neynədi? İstirahət elədi. Sonra qalxdı 5 rükət qıldı. Neçə elədi? 9. Sonra 2 rükət qaldı. Neçə elədi? 11 tamamlandı. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem 5 rükət qıldığı vaxt olubdur. Yəni orada qayda var ki, 4-cü rükətdə təşəhhüd deyil, salam vermədən qalxır 5-i qılır. Əgər təkləşdirmək istəyirsən, yox təkləşdirmək istəmirsənsə, təşəhhüddə salam verirsən, çıxırsan. Yəni bu fiqdə belə bir şeylər gətirirlər. Qılma qaydası. Sonra gətirir ki, sonra yatdı, dincəldi və sonra qalxdı və dedi ki, uşaq yatıbmı? Yəni burada deyil, istədiyi, qəsd etdiyi həmən uşaq, bəzi alimlər gətirir ki, öz evladı. Amma Meymunə radiyallahu anhadan onun evladı yox idi. Bir dənə böyüyən evladları kimdən idi? Xədicə radiyallahu anhadan. İbrahim dünyasını dəyişdi. Sonra o birislər nədir? Qasim də dünyasını dəyişdi. Qaldı qızlar, Ümmü Gülsüm, Fatimə, bir də Ruqiyyə. Onlar nədir? Xədicə radiyallahu anhadan idi. Yəni ona görə bu olmadığı üçün qəsd olunan kim idi? İbn Abbas radiyallahu anh. Yəni uşaq idi deyə soruşdu, uşaq yatıbdırmı yəni? Yəni ola bilsin ki, onun namazına çıxmağını gözləyirdi və yaxud da ondan namaz qılmağını gözləyirdi, ona görə soruşdu və yaxud da ki, əziyyət olmasın deyə ona görə soruşdu. Çox nədir? Mənalar verir. Thumma qamə, yəni qamə musalli, sonra qalxaraq namazını qıldı. Ənəhu yəcuzul insan ən yəbtədiət salətə munfaridən, thumma yənvəl cəməə bə'dəl iftitah, əy fi əsnəihi ən yəntaqilə infirari ilə imam. Dəlikə Nəbi sallallahu əleyhi və səlləm kənə fi avvəl salətə munfarid, thumma asbəhə fi əxir salət imamən. Yəni buradan da faydalardan götürülür ki, insan olan şəxs, mömin, müsəlman namaza başladığı halda, yəni tək halda qıldığı vaxtı təkdən imama çevrilə bilər. Tək haldan cəmaata və imama çevrilərək davam edə bilər. Məsələn deyir, tək qılırdı Peyğəmbər s.ə.v. İbn Abbas radiyallahu anh qalxaraq buna qoşuldu. Təkdən hara çevrildi? İmama. Yəni bu şəriətdə nədir? Buradan faydalı çıxır, icazəlidir. İnsan tək haldan imam halına nədir? Çevrilə bilər. Bunların hamısını geniş şəkildə şeyx gətirəcəkdir. Və ona görə bu cür deyir, alimlər bu məsələni ümumiyyətlə gətiribdir ki, fiyhə iddəti suvari fiyhə xilafı beynəl uləmə. Yəni bu cür namazın qılma sifətləri, surətləri, görünüşləri alimlər arasında bir neçə vəchə bölünür. Yəni hissələrə bölünür, üzlərə bölünür və ixtilafa bölünür. Məsələn, İnnehu la yumkin en yantakila mufrada ila imam la fil fard ve la fil nafil. Ve acabe an hadith Abdullah ibn Abbas ennehu la'alla Nabi sallallahu kana indehu ilmun min zalik, ay ennehu kana yaglibu ala zanni enne ibn Abbas seyusalli ma'ah. Bir qism alim gətirir ki, ümumiyyətlə istər deyir fərz namazlarında, istər nafilə namazlarında imama çevrilmək olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellem bilirdi deyir, o cür gəlib namaz qılacaq, ona görə deyir, ona icazəli idi. Bu bir qism alimin nə idi? Görüşüydü. Və bir qism gətirir ki, yəcuzu fin nəfli dunə fərd. İkinci qism alimlər gətirir ki, nafilə namazlarında icazəlidir, fərz namazında yox.
Çünki de Peyğəmbər sallallahu əleyhi və səlləm qıldığı nafilə idi. Fərz namazı deyildi. Ona görə ki, fərz namazına xeyr, amma nafilə namazına bəli, icazəlidir. Bu da bir qism alimin nə idi? Görüşüdür. Və istədəlli cavazı fin nəfli bi hadithi İbn Abbas və qali ihtimalu ənə Rasulullah sallallahu əleyhi və səlləm alimə ənəhu seyusalli ma'hu ba'id liqavluhu nəməlğuleyyim və aslu adam dəlikə əydan. Bu hədisdən də götürülür ki, onlar nafilə namazını qıldı və soruşdu ki, uşaq yatıbmı? Yəni, orada deyir, artıq məsələ olsaydı fərzə deyərdi. Yəni ki, sünnəyə idisə ona görə icazə verildi. Üçüncü qism gətirir ki, əl-cəvazu fərz və nəfil cəmiyan. Fərqi yoxdur deyir. İstər deyir, nafilə namazlar olsun, istər fərz namazlar olsun. Hər birinə qoşulub, nədir, qıla bilərsən. Və tək haldan imam halına nə edə bilərsən? Çevrilə bilərsən. Və hüccət hədə qavli ənəhu lə dəlilə alənin mənə. Bu da deyir, açıq, aydın, üstün olan rəydir. Çünki bunun əksinə olan rəy, dəlil yoxdur. Nafilədə olan fərizdədir, fərizdə olan nafilədədir. Hər ikisində icazədir. Nafiləni pozan amillər fərzi pozur, pozmur? Təbii ki, pozur. Fəriz də pozanlar nafiləni təbii ki, nədir? Pozur. Eyni nədir? Hökmlərdir. Namazda hökmlər istər zahiri, istər daxili, istər rukunlar, istər vaciblər, istər sünnələr. Hamısı nədir? Hökm olaraq eyni daşıyırlar. Bir dənə ixtilaf nədədir? Bir qism alim gətirir ki, fərz namazlarında öz dilində dua eləyə bilməzsən, ərəbcə eləməlisən. Və bir qism də gətirir ki, əgər sünnədə icazəlidirsə, öz dilində dua etmək pozmursa da, demək fərz də pozmur. Bir dənə oradan ixtilaf gətirir. O da ki, nədir? Üstünü odur ki, öz dilində də dua eləyə bilərsən. Vəl-qaidatu ənə mə cəzə fil-nəfli cəzə fil-fərdi illə bidəlil. Deyir, istər deyir, nafiləni, istər də fərizdə olan hər bir şey qaydadır ki, nədir? Eyni məsələyə dəlalət edir. Qaydadır bu. Fərizdə olan sünnəyə, sünnədə olan fərizə eyni məsələyə dəlalət edir. Ər-raci' doğru olan odur. Ənəhu yəcuzu ən yəbdədiyə salət munfərdən thumma yəkunu fi əsnəiyyə imamən liənnəhu mədəmə səbədə fil-nəfl fəl-fərd kəzəlikə illə bidəlil. Burada deyir, artıq deyir, fərq eləmir, tək halda başladın, istər sünnə olsun, istər vacib olsun, hər kəs qoşulub və sən təhlikdən imama çevrilə bilərsən. Buna deyir, mane olan heç bir dəlil nədir? Yoxdur. Və burada deyir, bir neçə sifətlər var. Şəxs deyir, hətta imam olduğu halda təkliyə də çevrilə bilər. İmamlıqdan çıxıb, imamdır, imam namazı davam edir. İmamlığı tərk edib, yəni tək də ola bilər, munfarid də ola bilər. Və ya deyir, əksi. İmam deyir, təhlikdən olur, munfariddən, təhlikdən imamlığa çevirə bilər. Bu cür şeylər icazəlidir. İndi bunların deyir, hamısını deyir, məsələn, dəlillərini gətirəcəyik. Məsələn, deyir ki, Əbu Bakır radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellem xəstə olan vaxtlarında neynədir? Namaz qıldırdı. İmam halındadırmı, yoxsa yox? İmam halındadır mı? Təbii ki, imam halındadır. Namaz qıldırdı deyir. Fəinəv ləmmə əhəssən Nəbi s.ə.v bi xiffəti xaricə ilə məscid. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin deyir, gəldiyini sakitcə gördü, bildi ki, Peyğəmbər sallallahu gəldi və deyir, məscidin xaricinə çıxdı. Və sallə bin nəsi imamən. Əbu Bakır ilə cəmbihi ləkinnəhu mu'təmmun bihim. Və deyir, xaricə çıxdı və deyir, insanlarla namaz qıldı, lakin nə? İmama tabi olduğu halda. Yəni, Peyğəmbər s.ə.v gəldi, nədir? Davam elədi. Buradan da görünür ki, insan, yəni, ola bilər, qıldırdığın halda elə bir hal ola bilər ki, yəni, gecikifdir kimsə, imam gəldi, təzdən böyründə durdu. İmam böyründə durduğu halda, yəni, sən oranı tərk edib, arxaya keçmək, imamın qabağa keçməyə icazəlidir. Bu şeyə icazə verilir. Çünki Peyğəmbər s.ə.v Əbu Bakır arasında bu məsələ nədir? Baş vermişdir. Və qədəlikə yəcuzə ən yəntəqilə min ihtimami ilə infirat. Və qədər mislə məsbuq ilə səlləməl imam fəinnəhu yəntəqilu bissələmi imam min ihtimami ilə infirat. Məsələn, deyir ki,
İmam deyir, salam verdi. Salam verdiyi halda imam oldu tək. Bu nə baş verir məsələn burada? Artıq nədir? İmam olmur. Görürsən ki, deyir ki, hamı düzülüb namaz qılır. İmam da qabaqda. İmam salam verdikdən sonra bir qisim namazı davam edir. Və bir qisim də gəlir, qoşulur. Öyle deyilmi? Həmən bu imam bu halda nə olur? Yəni imamlıq davam edir, yoxsa davam eləmir. Demək nə olur? Artıq tək oldu. Amma yerdə qalandan kimsə nədir? İmam ola bilir. Yəni böyəcə misallar gətirir şeyx. Bunlar hamısı deyir, nədir? İcazə və yaxud da əksi. Yaxud da əksi. Bu da təbii ki, böyük ixtilaflardan da alimlər arasında yəni bir insan nəyi demək istəyir? İnsan məmun olduğu halda imama çevrilə bilir. Bax, bir nəfər qabaqda namaz qıldırtdırır. Biz də tabi olmuşuq ona. Mən məmunam, o da imamdır. Mən hansı halda orada imama çevrilə bilərəm? O salam verdi. Mən qalxdım, namazımı davam elədim. Bir qrup gəldi, mənə qoşuldu. Qoşulduq halda məmundan imama çevrildim mi? Çevrildi. Amma imam nə oldu? Fərdə çevrildi artıq. İmamlıqdan nə oldu? Çıxdı. O imam olmadı. İmamlıqda nə elədin? Sən davam elədin. Ona görə bu cür hallarda hər biri icazəlidir. Qoşulmağın, çıxmağın, hər kimsə qoşulmağı. Bunlar hamısı nədir? Şəriətdə icazəlidir. Və sonra burada ixtilaflar var. Təbii ki, bir qism alim icazə vermir. Bir cəmaat olan halda ikinci cəmaatın olmasına. Amma lakin icazə verənlər də var. Və sonra gətirir ki, şeyx Həsil ənə cəmil intiqalət caizin. Bütün bunların hamısı nədir? İcazəlidir. Ənəhu lə yusalli an yəsəri imami mə xuluvi yəmini. Yaxşı, buradan sual çıxır ki, sol tərəfdə idi. Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbası sağ tərəfə keçirdi. Yaxşı, sol tərəfdə icazəli deyil ki, sağ tərəfə keçirdi. Və sual çıxır. Və dəlil zəlikə ənə Nəbi sallam əradə Ədəra İbn Abbasin min yəsəri ilə yəmin. Buradan deyir, göründü ki, İbn Abbası Peyğəmbər s.ə.v soldan sağa keçdi. Ləkin hələ səbili vücub, bu deyir vacibəm dalalat eləyir. Vacib idimi onu çevirmək, yoxsa yox. Ənə yəcub ən yusalli alə yəmini imami idə ləm yəkun ən yəsəri əhəd. Əcab fi hədə qavlən uləmə. Bu deyir, alimlərin deyir, iki görüşü var burada. İki əsas görüşü var alimlərin ki, sol tərəfdə olar olmaz. Birinci görüş. Ənəhu yəcuz ən yusalli ən yəsəri imami məxuluvi yəmin. O halda icazəlidir ki, sol tərəfdə qılmaq, sağ tərəf boşdur. İmamın sağında heç kim yoxdur. İmamın sağında heç kim yoxdur. Bax, imam namaz qıldırır. Bu mühüm məsələlərdəndir. Sağda heç kim yoxdur. Sən sol tərəfə gəlib qoşulursansa da ona icazə verənlər var. Amma yox, görürsən, sağda biri qılır. Qoşulursa, 2 nəfər namaz qılır. Sən də gəlib sola qoşulursan. Buna icazə yoxdur artıq. Buna dala çəkirsən, imamın arxasında 2 nəfər nə edir? Qılır, cəmaatla davam edir. İcazə halb, alimlərin bir qismi gətirir ki, sağ tərəfdə adam varsa sənin sola qoşulmağın olmaz. Amma nə edirsən? Çəkirsən dala, davam edirsən. İkinci hal, əgər heç kim yoxdursa, İmam tək qılır, namazı bir insandır, gəlib sol tərəfə qoşulub qılmağına icazə verənlər var. İcazə verin. Çünki deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem İbn Abbası deyir, sağ tərəfə çəkməkdə hansı ki, qadağan eləmədir ki, sol tərəf olmaz. Sadəcə sağ tərəfin üstünlüyünü bildirdi. Namazdan sonra ona demədi, solda bir də durma. Yəni, vacib demədi, qadağa gətirmədi. Vacib sağa, sola qadağa gətirmədi. Ona görə buradan da görünür ki, solda da qılmaq icazəlidir. Və dəlikə li ənə Nəbi s.ə.v yənhə an. Çünki Peyğəmbər ona qadaq eləməmişdi. Və ləm yəkun fihi illə mücərrəd fi'l. Və mücərrəd bu feili də deyil, eləməlisən deyə, bu əməli eləməlisən deyə bir şey demədi ona. Vacibliyini bildirmədi. Və huvə idərətü ibn Abbas və fi'l mücərrəd lə yədullu alə vücub. Feili deyil, mücərrəd şəkildə əməl etmək vacibə dalat eləmir. Yəni, götürdüm, bu tərəfə çevirdim,
onun vacibliyinə dəlalət eləmir ki, sən daimi nədir, burada qalasan. Bu alimlərin bir qisminin nəyidir? Fikridir. Və hədə və ixtiyaru şeyxinə İbn Abdurrahman və ənəhu yəcuz ən yusalli insan yasari imam xulubu yemini ləkinnə xilafil afdal. Yəni deyir ki, Şeyx Said Rahiməhullah gətirir ki, Hüseymin müəllimlərindəndir Şeyx Hüseyminin, böyük dahilərdəndir. Hətta təfsir kitabı var, Şeyx Saidin təfsiri. O da tərcümə olunubdur bizim dildə. Onun dediyinə görə artıq nədir? İcazəlidir. Sol tərəfdə nədir? İcazəlidir. Və sonra gətirir ki, məsələlərdən insanın deyir, sağ tərəfində olması daha üstündür. Nəinki nədir? Sol tərəfində olması. Ənəhu yəcüz insan yusalli xalfə saffi. Və buradan da görünür ki, bəzi alimlər gətirir ki, bəzi alimlər gətirir ki, İbn Abbas radiyallahu anhu dala çəkilənəndə bir neçə saniyə arxada durdu. Bu bir neçə saniyə arxada durması təhcə imamın arxasında, safın arxasında namaz qılmağa icazə verilir, yoxsa yox? Fikrim saxda bir bax, qadağa gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qadağa eləyib, nə deyibdir? Lə salətə li munfədi xəlfəs saf. Tək şəkildə safın arxasında namaz qılmaq olmaz, batildir. Bu, səhih hədis var buna. Girirsən, görürsən ki, 10 nəfər saf durur, sən arxada təhcə qılırsan. Bu nədir? Namazı batil eləyir. Yaxşı, İbn Abbası deyir, çevirəndə İbn Abbas radiyallahu bir neçə saniyə arxada durdu, sonra sağ tərəfə keçdi. Belə. Onda deyir, o saniyə dəlildirmi ki, arxada təhcə namaz qılmaq olar? Alimlər ixtilaf edib. Bir qism alim deyir ki, girdin deyir məscidə. Baxın, bura mühümdür. Girdin məscidə. Saflar var. Baxdın ki, safdan başında 3 dənə yer var. Boş yer var. Ora gedib sənin qoşulub qılmağın mütləqdir. Mütləqdir. Qılmazsansa, qoşulmazsa namaz batildir. İkinci qism gətirir. Girdin məscidə, gördün ki, tam şəkildə dolub dağızına kimi. Yer yoxdur girməyə. Yer yoxdur girməyə. Sənə icazə verilir ki, təhcə nədir? Arxada qılasan. Bu da mötəbər deyil. Üçüncü nədir? Bir nəfərin çiyininə vurursan, çəksən arxaya, qoşulursan və namazını davam edirsən. Ən mötəbərlərindən də nədir? Əsası budur. Burada kifayətlənək. Allah subhanallah bizə eşit faydalanlardan etsin. Subhanəkəllah və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka.